Dünən Arzu Bayraqdar vlog çəkirdi. Sağ olsun mənə də məsləhət verdi ki, yəni sən də çək. Amma məsələ burasıdır ki, mən daha əvvəl çəkib silmişəm. Ona görə əmin deyildim. Amma bu həftə ərzində maraqlı şeylər olacaq deyə demək ki, çəkim. Mən ancaq korporativ sistemdən istəmirəm bunu müqayisəsini verim. Bir-iki nümunə çəkəcəm. Mən bəzi şeyləri yanlış ifadə edə bilərəm, yaxından dolayı çox hatırlamıram. Dünən o tədbirə mən getdim. Çıxdım oradan. Orada olan bir nəfərlə, o da buranı izləyirsə, ona da salamlar. Ondan söhbətləşdik, bir rəfiqəmlə dedim. Bir nəfərlə dedim. Söhbətləşdik, danışdıq. Yaxşı oldu, yaxşı keçdi. Amma əlbəttə ki, o heç bir şey çəkmədim. Ağlıma da gəlmədi həqiqətən. Bir dənə qız var. Yaxşı qızdır. O qızı izləyirəm. O qız belə çox yaxşı qızdır həqiqətən. Özü model kimi qızdır. Hətta deyərdim bəlkə də modeldir. Amma belə çox və Əhmədlidə yaşayır. Həqiqətən belə şeylər deyir. Mən həqiqətən deyirəmmi? Bəzən, həmişə yox. Amma daha çox həqiqətən deməyi üstün tuturam. İndi bilmirəm də, bəzən olur, bəzən olmur. Nəsə, tripodum yoxdur. Tripodum. Yaxşı ki, açmışam. Mən indi bitsiz hara gedirəm. Yəni, bunu çəkmədim. Bu nə məcburdur axı. Gəl əlində belə tutum. İndi mən hara gedirəm? Hara gedəcəm? Kursumun üzr istəyirəm. Əsəbim pozur. Belə. Yəni, mən lip gloss alıb, sonra glossunu silən insanım, bəli. Mən gedirəm kursumun videolarını çəkməyə. Normalda deyəsiniz ki, sənin kursun olsa videoları yoxdurmu? Sənin kursun videolar üzərindən olan bir kurs deyilmi? Elədir. Amma mən kursumu çəkəndə Berlində idim və mikrofonum yaxşı olsa belə, o vaxtda kameram yox idi. Yəni, Berlində yox idi. Və yalnız mikrofonum var idi, belə yaxşı bir keyfiyyətdə olan. Qalan heç bir şeyim yox idi. Mən də evdə prezentasiyalar göstərir. Zoom üzərindən rekord eləmişdim videoları. Düzdür, yəni önəmli olan mahiyyətdir. Mən həmişə bunu düşünmüşəm, bunu dəstəkləmişəm. Nəinki öz məhsullarım üçün, öz kontentim üçün, digər hər bir insan üçün də düşünürəm ki, önəmli olan keyfiyyətdir. iPhone 15-dən çəkmişəm, nə bilim, studiya çəkmişəm, nə çəkmişəm, heç bir əlaqəsi yoxdur da. Yəni keyfiyyətli kontent özünü həmişə göstərir. Ki, səhv də deyiləm. O Zoom recordingi ilə, yəni 3 qrupumuz oldu bizim. Mən bu kursu daha yaxşı pozisiyalandırmaq istəyirəm, mövqeləndirmək istəyirəm ki, bu kurs falan şeylərə cavab verir və məzmunun öz keyfiyyətini kənara qoyub, vizualına əhəmiyyət verən insanlar üçün də fikirləşdim ki, indi onlar da onu istəyə bilərlər də. Onlar da bəlkə istəyirlər ki, həm yaxşı bir şey olsun dinləməyə, amma həm də vizualda yaxşı olsun. Və mən də ona görə onsuz da biz posteri dəyişdirmişdik, bundan buna dəyişdirmişdik, rənglərdə oynamışdıq, müəyyən, yəni də kursu elə bir pozisiyalandırmağa başladıq ki, yəni bu gənclər üçün, gənc və özünü gənc hiss edənlər üçündür və biz nəzəriyyə söküb yığmırıq da, biz soft bir şəkildə danışırıq mediadan. İndi əslində ikinci gündür, amma birinci gündən getdim, eyni yolu gedirəm. Eyni avtobusa minmişəm, 7A. Düzdür, dünən amma mənə bil ki, bir avtobusdan düşüb düz 7A, düz qabağımdaydı, ona minib təqribən 10 dəqiqəyə, 15 dəqiqəyə bura çatmışdım, amma bugün bir yalan olmasın 20 dəqiqə öbürünü gözləmişəm. Gəlmək bilmirdi qətiyyən və elə bildim, bir anlıq elə bildim ki, 7A ümumiyyətlə yığışdırıblar, 7A ümumiyyətlə ləv olunub. Nəysə, elə deyildi əlbəttə. İkinci gündür və ikinci və son gündür əslində. Bugün mən üçüncü və dördüncü dərsliklərin də videosunu çəkib bugünü yekunlaşdırırıq. İnşallah artıq kursumuz yeni materialları ilə başlayacaq. Əlbaxşa buradan shout out. Sağ olsun, Əlbaxış mükəmməl bir montajor kimi
kursun yeni nədir, məzmununu montaj etməyə başlayacaq. İndi bayaq mesaj yazıb ki, bugün mən sənə birinci dərsliyi göndərəcəm. İnşallah, gözləyirik. Bu vlogun əvvəli belə başlayır, amma mən kursum haqqında 2 kəlmə söz deməmişəm. Deməli, artıq kursumda hazırda 10 tələbə var, iştirakçı var. 11 olacaq hətta. Bir nəfər sonradan qoşulur. Ümumilikdə media haqqında, media tənqidi, media savadlılığı və media tənqidi haqqında bir onlayn kursum var. Telegram üzərindən mən paylaşım edirəm kursumun bütün materiallarını ki, paylaşmaq, başqasına ötürmək və s. olmasın, əməyə hörmət, zəhmət olmasa. Və 5 video və 4 tapşırığımız var. Daha doğrusu 5 tapşırığımız var bu kursda. Həm filmini izləyirsiniz, həm fakt yoxlama alətlərini yoxlayırsınız, həm özünüzə manifest yazırsınız, həm izlədiyiniz şeyləri analiz edirsiniz. Yəni çox şaxəli bir kursdur. Hətta desən 6 videomuz var artıq. 6 video, amma biri YouTube-da da artıq siz bunu bilirsiniz. Bundan əvvəlki videodur. Çox şaxəli kurs olmağına çalışmışam. Tapşırıqlar, həm də ki danışma tərzim YouTube-da danışdığım kimidir də. Yəni elmi deyil, loru dilindədir, amma sadə deyil. Yəni elmi deyil, loru dilində olmağa çalışır, amma mən bilirəm ki, tam loru dilində də danışmıram. Amma açıqlamaları maksimum sadə tutmağa çalışıram. Və mən ümumiyyətlə füyuzatçılar kimi, füyuzat jurnalı cərəyanının da yazarları, publisistləri kimi mən də fikirləşirəm ki, media insanları öz arxasınca aparır. Ona görə də mən sizə tam yoldan keçən ağızla danışmaq istəmirəm də. Müəyyən qədər o ciddiliyi, müəyyən qədər o mövzunun ağırlığını göstərən tərzidə saxlamaq istəyirəm. Və məncə bu onsuz da kursu olan insanların aşağı-yuxarı elədiyi bir şeydir. Sadəlik, amma mövzunun biraz da ciddiyyətinə varmaq. İndi çox uzun danışmadan mən videolarımı sizə göstərəcəm. Hazırda qrupun yarısı artıq birinci tapşırıqları təhvil veriblər. İkinci tapşırıqlar gözləyirəm. Belə. İndi videomu göstərirəm. Bugünkü sosial mediamız parçalanmış vəziyyətdədir, düz deyil və reaksiyaya meyillidir, sürətləndirilmiş halda var. Həmçinin də insanlar davamlı olaraq reaksiyaya səsləyir. Danışırıqsa televiziyada, bunu müəyyən qədər ağıllı danışmışam biraz, nəysə. Yəni ki, belə kursumuzun hazırda nəsə də göstərim, kursumu da biraz göstərim. Ya vlogumda da o. Vlogumda heç Sky'ı görmüsünüz? Şekerim, qaçma. Olar qaçmasan? 2 dəqiqə qaçmasan olar. Sənə görsünlər, baxsınlar. Olar qaçmasan? Arxanı çöndərmə də, olar elə. Ayıqda axı. Gəl bura, gəlsin bura. Gəlsin bura. Ay, işte o. Qucunda oturmaq istəyirsən. Oturmaq istəmirlər, otur. Yəni, vlog çəkən çıxmaz məndən, həqiqətən. Dünən mən çəkilişdən sonra evə gəlmişəm. Sonra mən getdim, Nərminlə görüşdüm və heç bir şey çəkmədim. Ağlıma gəlmədi, inanırsınız. Amma mən çəkmək istədim bugün. Mama mənə iş tapşırıb. Gedib onun bir bağlamasını götürməliyəm. 28-dən. Deməli, və əgər siz hər yerə, yəni Bakıda hər yerə avtobusla gedən bir insansınızsa, bilirsiniz ki, siz heç yerə tam vaxtında çata bilməzsiniz. Ya 15 dəqiqə tez, ya da yarım saat geç çata bilərsiniz. Yəni verdiyiniz bir səhv qərar sizi insanlar içində biabır eləməyə və yaxud da bu axmaq niyə qədər tez gəlib dedizdirməyə kifayət eləyəcək gücə malikdir. Bu da bizim bağçadır. Ben bağçada oxumuşam. Oxumuşam deyəndə ki, bu bağçada olmuşam. Bu bağçada olmuşam. Uşaqlığımı yaşamışam. Neyse, pis günlər idi. Bir də geri qayıtmasın. Yaxşı ki, böyümüşəm. Uşaq olmaq no. Deməli, bizim dayanacaqdan bizim məhəlləyə gedən yolda çoxlu pişiklər var. Onların biri də baladır. Və mən hər dəfə o pişiyin yanına gedəndə görürəm ki, gözünü yaxşı açır, bağlayır, yaxşı açır, bağlamır. Çağırıram, gözünü yaxşı açır. Ama sonra birdən-birə bağlayır. İndi gördüm ki, bu iş belə olası deyil. Dedim, mən yaxşısı dedim, azalım və onu həll edək. Ola sən? Gəl bura. Gəl bura. Sənin gözünü qorxan eləyək. Kesin balam, kesin balam. Kesin balam. Kesin balam. Geçme.
Geç o tarafa. Geç anlık. Gel buraya. Gözle. Gözle bala. Gözle abla. Gözün ilerideki gözünü. Bala. Gözü indidən açılıb. Pis. Bax bura. Pis. 2 dənə damcı tökdüm və məncə gözü açılıb. Bir də özün yalanma sensiyası bitsin. Təmizkarlığı tutdu bunun. Nəysə də gözü açılıb bir sözlə. Biz elədik. Tovradex aldım. Aptekdən soruşdum, dedi bunu vura bilərsiniz. İnsanlara da vura bilərsiniz. Pişiklərə dedim, bala pişik dedi vura bilərsiniz. Məndən uca getdi. Bunu mən deyəsən 8-ci sinifdə almışam. Ya 9-cu sinifdə. Yəni 10 il əvvəl. 10 ildir, maşallah heç nə olmayıb. Nəysə. Mən bu videonu nəyə görə açdım? Bayaq bunu əvvəlki kadrda mən sizə Qafqaz, Rus işi və tayfalar arası məsələlər bu kitabı göstərdiyimi düşünürəm. Çox gecikir bu kitab. Yəni ona görə ki, tərcüməsi ideal deyil. Yəni üzr istəyirəm, hər kəsin zəhmətinə əlbəttə ki, hörmətim var, amma yəni axmır. Yazdığınız, tərcümə etdiyiniz şey axmır. Bəzən cümləni təkrar oxumalı oluram ki, nə dediyini anlayım. Vasili Velişko tərəfindən yazılıb. Yəni bu soyad mənə Ukraynalı birini təsəvvürümdə canlandırır ki, elədir. Amma səhv eləmirəmsə Ukraynada yaşayan rusdur, yoxsa Ukraynalıdır, amma Rusiyada doğulub, nəsə belə bir şey. Biz də danışırıq, sizə deyim, nə vaxtdan bilmədiyim şeyi nəyə açmışam, danışıram burada, ondan yaxşı saldı. Bilmirsən nəyə açmısan qoçu videovu. Bir də nə demək istirdim əslində. Bu kitabın ön sözü yoxdur. Yəni girişi var, amma ön sözü yoxdur. Mən belə köhnə kitablarda ki, dediyim kimi də bu kitabı yazan insan Rus imperiyası dövründə Rusiyanın səhv eləmirəmsə Ədalət Nazirliyində işləmiş publisist yazıcı, jurnalistdir. Və tərcümə edən insanın, həmçinin də və yaxud da nəşrin, qanun nəşri tərəfindən səhv eləmirəmsə nəşr olunub. Yəni mən istəyərdim ki, bir ön sözü olsun da. Niyə görə bu kitabı seçmisiniz? Hardan tapdınız bu kitabı? Yəni mənə maraqlıdır da. Doğrudan mən özdə belə çox detallarla maraqlanan insanam. Mənim beynim belə işdir də. Yəni ad tapa bilmirəm. Neurodivergent deyə bilmirəm, ADHD deyə bilmirəm. Nəsə, yəni tapa bilmirəm həqiqətən mənim beynim necə işləyir. Amma mənim beynim belə işləyir. Mən hər şeydən ən incə detalına qədər maraqlanan bir insanam. Və mənə maraqlıdır ki, bu kitab nəyə görə seçilib? Hardan tapmısınız? İlk harda gördünüz və fikirləşirsiniz ki, bu kitabı hazırdan tərcümə eləməliyik? Yoxsa tərcümə olunubmu artıq siz strateji olaraq yeniləmisiniz? Yəni mənə bunlar maraqlıdır bir oxucu kimi və o kitabı da bunu görmürəm. Bir dənə gözünü oxuyum biraz burasını. Ona görə gəlin sizə kitab oxuyacağam. Məndən YouTuber çıxmaz, məndən vlog çəkən də çıxmaz. Yox, məndən YouTuber çıxar, amma məndən vlog çəkən 100% çıxmaz. Bəlkə də çıxar. Qafqaz. Necə də sehirli, məftun edici kəlmə. O bütün Rus xalqı üçün necə də unudulmaz xatirələrlə zəngindir. Qafqaz deyəndə ürəkdə xoş arzular baş qaldırır, şit sözlər, bəd niyyətlər yox, ümidlə dolu arzular. Üzr istəyirəm. Qafqaz deyəndə ürəkdə xoş arzular baş qaldırır, şitli sözlər, bəd niyyətlər yox, ümidlə dolu arzular. Ailəsində bir neçə 10 illiklər bundan əvvəl bu əsrarəngiz diyara qanla və göz yaşı ilə fəda olmayan, uzaqlarda coşan qəhrəman mübarizənin dəhşətli gürültüsünə həyəcanla qulaq asaraq Allaha hərarətli dua oxumayan adam Rusiyada varmı? Temaya. Qardan başına çələng qoymuş uca dağlar da, cənub günəşinin yandırıcı şüaları da, baş vermiş münasibətləri təsvir edən qədim əfsanə və rəvayətlər də, Qafqaz övladlarının coşqun qəhrəmanlığı da, bütün bunlar həm xalq tərəfindən, həm də onun dünya görüşünün əbədi ifadəçisi, Rus ideyasının ilhamverici dahiləri olan böyük şairlərimiz tərəfindən tərənnüm edilmişdir. Qaqaşdım. Çox rus deyirsən, qaqaşsan, mənə belə xoşuma gəlmədi. Özüvə gəl. Nəysə. Bu kitab ümumi ermənilər, gürcülər və Azərbaycan tatarları dediyi və türklər haqqında danışır ümumilikdə. Qafqaz bu Vasili Velişkonun dərc elədiyi jurnalın, səhv eləmirəmsə, jurnalın adı olub və orada yazdığı məqalələr toplanıb əslində bura. Burada çox, yəni mən indiyə kimi düşünəcəm, mən tən ortasındayım bu arada kitabın 160-cı səhifəsindəyəm, 284 səhifə var. Yəni bura qədər mən daha çox ermənilərin yəni necə aləmi bir-birinə vuran və güvənilməz bir millət olmağı ilə bağlı oxumuşam daha çox.
və türklərlə ermənilərin, kürdlərin ədavəti biraz və gürcü xalqlar ki, bu gürcülər əslində yaxşıdırlar, amma ta ki onları bir araya gətirənə kimi, çünki onlar bir araya gələn kimi içib alkoqolik olmağa başlayırlar. Nəsə ümumi bu arada kitabı da çox sadələşdirdim. Əslində yəni Rus imperiyası dövründə Zaqafqaziya dediyimiz o ölkələrin hansı sözlərimdən çıxıb, xahiş edirəm, məni üzrlü sayın. Zaqafqaziya, heç yaddaşım yaxşı deyil. Bu boyda oxuyuram, ondan belə yaddaşım yaxşı deyil. İndi gör oxumasaydım mən nə olardım? Allah sən qoru. Allah sən qoru. Mən bunu həmişə ətrafımdakı insanlar üçün də deyirəm. Kimsə məni tərəfləyəndə sağ olsunlar da, indi tərəfləyən insanlar da var azdan çoxdan. Mən həmişə deyirəm ki, bəzi insanlar üçün deyirlər, başı var amma oxumur. Mənim başım yoxdur, amma mən oxuyuram. Başa düşürsüz? Mənim 25 ilimin bütün ixtisarı budur. Mənim başım yoxdur. Nə yaddaşım var, nə sizə deyim ki, belə iti zəkam var, nə deyim ki, hazır cavabam, nə deyim ki, ideal bir biliyim də, yəni beynim var, yox. Mən sadəcə olaraq dəli kimi çalışqanam. Məni bu həyatda saxlayır da. Yəni məni harasa da gəlmişəmsə ki, indi nəyə görə, kimə görə bu dünyada, bu geniş, böyük dünyada nəsə də qazanmışamsa, o sadəcə olaraq mənim çalışqanlığıma görədir, başqa heç nə. Mənim rəfiqəm var, Çiçək. Mən onun zəkasına o qədər qibtə edirəm. Yəni çox qibtə edirəm də həqiqətən. Çox analitik düşüncəsi, zəkası çox mükəmməldir. Gözləməsin. Çiçəyə buradan bir dənə göz muncuğu. Ayda uşaqlar buna baxın siz Allah. Açdım birdən gözümün qabağına gəl təzədən. Əgər yalan, qondarma, uydurma sözlərindən başqa erməni tarixinin səhifələrində inandırıcı faktları dəqiq səciyyələndirən söz yazmaq lazım olsaydı, onda xəyanət sözündən qaçmaq olmazdı. Yamansan ha, Vasili. Bugün nə edirəm? Bugün mənim tədbirim var. Mən 3 ildir, hətta 4-cü il olacaq ki, Gənc Avropa səfiri şəbəkəsinin bir üzvüyəm, amma Azərbaycanda yox, Avropada. Çünki mən yəni bu neçə ildir Avropada olmuşam və qəbul olanda da bu şəbəkəyə elə Avropada, Praqada yaşayırdım və o vaxtdan bəri bu şəbəkənin üzvüyəm. Daha sonra həmin elə Gənc Avropa səfiri şəbəkəsində Gənc Avropa səfirləri versus disinformasiya adlı bir iş qrupu var, working group deyirik. Yəni də prosta iş qrupu bizim tanış olduğumuz bir anlayış deyil deyə bilmirəm onu sizə necə ifadə edeyim. Yəni bir qrup da, təşəbbüs qrupu. Onların tərkibində belə bir təşəbbüs qrupu vardı. Oranın koordinatoru oldu. Avropa-Azərbaycan əlaqələri üzrə dialoq təşəbbüsü var idi. Həmin dialoq təşəbbüsündə də yəni aktiv bir iştirakçı idim və xeyli də tədbir təşkil etmişəm, onlayn tədbirlər. İndi də ona görə mənim üçün çox maraqlıdır ki, Azərbaycanlı Gənc Avropa səfirlərinin fasilitatoru olacağam bu gün. Çox həyəcanlıyam, sevincliyəm. Və yalnız buna görə deyil, həm də ona görə ki, bugünkü fasilitatoru olacağım təlimi mən özüm yazmışam. Mən özüm dizayn etmişəm və bu təlim daha əvvəl Brüsseldə mən yox, elə dediyim Gənc Avropa səfirləri versus disinformasiya təşəbbüs qrupunun digər üzvləri tərəfindən həyata keçirilmişdi. Mən həmin dövr Azərbaycanda idim və gedə bilmədim Brüsselə bir sözlə. Yəni çox pis bir dövr idi. Elə bir 9 noyabr mən qayıdırdım Avropaya. Həmin təlim isə 4 noyabr idi. Mən artıq Avropaya qayıdış biletlərimi almışdım. O bilet yanmalı idi, təzə bilet almalıydım ki, onlar da mənim Avropa daxili səyahətlərimi qarşılasınlar. Uzun bir məsələ idi. Mən ona görə Brüsselə gedə bilmədim. Və mənim yerimə mənim kolleqalarım həmin workshopu həyata keçirdilər. Daha sonra isə mən Lizbonda Qış Demokratiya Akademiyası adlı bir trening, akademiya adı üstündə qış məktəbində mənim workshopumu həyata keçirmək üçün şans qazandım. Yəni biz müraciət elədik və seçilən təlimlərdən biri olduq. Çox maraqlı keçdi. Mən Xorvatiya, Bulqaristan, Yunanistan, İspaniya, Portuqaliya, başqa hara? Belçika səhv eləmirəmsə, yəni və bir neçə belə daha fərqli Rumıniya və bir neçə daha belə fərqli ölkələrin Gənclər Şurasından olan iştirakçılarla, Gənclər Şurasının üzvləri ilə
bərabər o workshopu keçirdik. Çox da əyləncəli, çox da deyib gülən bir halda oldu. Çünki hamısı bir-birini tanıyırdı. İndi bu gün də görək nə olacaq. Uzun-uzun danışıram. Telefonumda yeri var ümumiyyətlə bilmirəm və ümid edirəm ki, tədbirdən videolar əlavə eləyə biləcəm. Çünki eləyə bilməsəm mənim oturub danışmamın nə mənası var? Yok, o social media postu. Elə bir şey olub, event I saw that you have very heated discussions and I loved it. Not because I love chaos, but because I really want you to enjoy this simulation game. So we have some questions, and I want what's tea culture, whatever. But the claim can be attacking UK tea culture, but then in reality, standard EU energy efficiency rules and procedures, as I mentioned. So there are a lot of things that happen in media, especially about manipulating and narratives, because even changing one single word in a headline can change a lot of understandings and a lot of meanings. Orada şıkkol ne yazılı? Deməli, ilk grup mastersə, the first 15 minutes. Bu köynəyimdə sizdən bizə kim düşər? Sevil Fest'in 2023 məncə şüarıdır. Sevil Fest'i izləyin. İnşallah bu ildə deyəsən yayda yenidən festivalları olacaq. Başqa bilirsiniz ki, mən insanlara dəstəyimi əsirgəməyən bir insanam və bir mütəxəssisəm. Mundus Journalism proqramı ilə bağlı, yəni 1-2 sualına cavab vermişəm deyim. 1 saatlıq, 2 saatlıq səslər göndərmişəm, başını xarab eləmişəm. O da gənc Avropa səfirlərindən biridir və bugün tədbirə gələndə belə çox şirin bir paketlə gəlib və içində çox şirin hədiyyələr var. Belə çox sevindim bunda görməyimə. Tədbirdən çıxandan sonra da oturdum post ova maşin üçün post hazırladım. Bir kafeyə getdim. Çox sevdiyim bitkili kafeyə getdim. İndi reklam vermirlər deyə, yəni boş-boşuna reklam etmək istəyirəm, amma hamınızın bildiyi o bitkili kafeyə getdim. Orada oturdum, post ova maşinə post hazırladım. Çox da yaxşı oldu. İndi görə insanların reaksiyası nə olacaq, ümidvaram hamının xoşuna gələr. Bu postda elə buna əvvəlki videomla bağlıdır. 2026 üçün oxuya biləcəyiniz 15 kitab kateqoriyası, yəni 15 kitab challenge, fason bir şey. Ki mən müxtəlif kateqoriyalar verirəm, insanlar da o kateqoriyalara baxırlar. Məsəl üçün də yazırım ki, indiyə kimi oxumadığınız amma oxumaq istədiyiniz bir klassika. Yazırsan ki, falan kitabı oxumaq istəmişəm, heç oxumamışam, bunu oxuyacağam. Oxudun, 2026-ın sonuna kimi onu oxumağa çalışırsan və ya da onu eləyirsən. O 15 kateqoriyanı, yəni bir-bir belə də quş qoyursan hər dəfə oxuduqca. Məsələn, biri var ki, adında nömrə olan bir kitab. Tapdın hardansa, maraqlı gəldi sənə. Oxumaq istədiyin kitablar arasında nömrəli bir kitab var. Onu da oxuyursan, o kateqoriyaya da bir dənə belə quş vurursan ki, okey, bunu da həll elədim. Yəni 2025 ərzində həmin kateqoriya üzrə kitablar oxumağa çalışırsan. İndi məncə maraqlıdır, heç belə bir şey eləməmişəm. Daha doğrusu özüm individual olaraq eləmişəm, amma təşəbbüsüm olaraq eləməmişəm. Ona görə çox maraqlıdır mənə. İndi görə inşallah ki, hamının da ürəyici olar. 2026-nın sonuna da ümidvaram yenə deyirəm, yəni ölməyib yaşasaq, qalsaq, o 15 oxuduğum 15 kitabın hamısının reviewsunu da eləmək istəyirəm ayrı bir videoda. Xəritəyə baxmadan yollara əzbər bilmək məsələndə deyirlər ki, sahidə, falan şey falan yerin yanında, onun yanında görüşməliyik. Və sən xəritəyə baxmırsan da, bilirsən ora necə gedəcəksən, hansı avtobusla gedəcəksən, 2 dənə avtobusdur, bir avtobusdur, metrodan gəlsən daha mı yaxındır. Bunların hamısını bilmək mənə necə rahat hiss elətdirir. Xəritəyə baxmadan normal yolumu gedirəm. Mahnı da oxuya bilirəm. Öz şey beynimdəyəm də, yəni öz dünyamda yolla gedirəm və heç nə xəritəyə baxıb yolu anlamağıma ehtiyac yoxdur. Bakının hər bir deməzdim, amma bir çox hissəsini əzbərə bilmək mənə o qədər rahat hiss elətdirir, o qədər təhlükəsiz hiss elətdirir. Təhlükəsiz eləmir, amma ən azından rahatlıq verir. Gözəl. Qürbətdə tapa bilmədim. Qürbətdə yəqin bir 20 il yaşasam da taparam da, yolda. Taparam. Amma faktiki olaraq 3 il ərzində tapmamışdım, o da ki, əksiklik idi də.
operadan gəlmişəm. Nəhayət ki, uzun zamanda belə kültürel aktivitelər edirəm azdan çoxdan, amma çox istirdim operaya getmək. Mən adını səhv deyəcəm, ola bilsin. Nutcracker. İngiliscəsi budur. Azərbaycan dilisi də Azərbaycan dilində də deyil. İş arasındakı Azərbaycan dilində olsa bilərdim. Azərbaycan dilində deyil. Şilkunçik. Bilmirəm. Nəsə də bildiniz nə deyirəm. Yemək qızardıram, üzrsən acını ölürəm. Nutcracker olaraq ağımda qalıb. Bilirəm, operanı elə bilirəm, mahnılarını elə bilirəm. Nəysə, uzun sözün qısası. Ona getmək istədim, Qul gölünə getmək istədim, amma mən həmişə elə vaxtlarda gəldim ki, elə vaxtlarda axtarmağa başladım ki, həmin operaların olduğu vaxtlar idi və artıq biletlər tükənmişdi. Ona görə gedə bilmədim. Mən dedim ki, eyb yox da, yəni başqa bir şey tapılar. Tapıldı da. Tapıldı deyəni, yəni Aşıq Qəribə də oradan görən kimi düşündüm ki, mən buna gedim. Getməli olar, getmək istəyirəm. Nəysə, belə. Biraz bunun səsini al. Nəysə. Bir günə xoşbəxt olmuşam. Bunun gözlərinə bax. Mən dramatikləşdirməyim dəhşət, amma ki, haqq verəcəksiniz mənə. O dəfə mən gələndə bu pişiyin... Bax bura, pis, bax bura. Sən kimsən, hardan gəlmisən? Təzə bir pişiyimiz var. Hardan çıxıb bilmirəm. Hə, bu pişik o dəfə gələndə mən gözlərinin biri Can. Üzlü sayı səni sevə bilmərəm, çünki evdə pişiyim var. Və o biraz yaşlıdır. Ay Allah. Hə, nə deyirdim? Nəsə yolu çəkə-çəkə danışım. O dəfə gələndə gözü sulanmışdı və biraz da elə bil ki, maye var idi da. O qədər qorxdum ki, yəni infeksiya olar və indi gül kimi açır. Çox sevindim. Hədsiz xoşbəxtəm hazırda. Evimizə də baxaq. Burada da bir dənə pişiyimiz var. Heç kim yoxdur içində. Getdim. İndi gedirik. Orada təzə bir pişik peyda olub qara rəngdə. Zil qara. İndi də onun gözünün birində problem var. Gedəydi də onu sağaldaq. Bu da bizim komandamızın yeni üzü. Kıs. Arxanı çöndərməsən onlar, bəs ayıbdır axı. Kıs. Baxın gözünə. Kıs. Kıs. Nə gözəl oğlan oldun sən belə. Bayaq gözü heç açılmırdı. İndi açılır. Burada bir zoo mağaza var. Orada işləyən qız bana demişdi ki, ev zat almayın da, yəni onu itirəcəklər, ya oğurlayacaqlar və s. İndi o gün gördüm ki, yerində yoxdur. Dəli oldum ki, oğurlayıblar desin evdə oradan. Sonra gəldim gördüm bura qoyublar. Bakıya gələndən xrustal stəkanlara qarşı dəhşətli bir sevgim yaranıb. Bilmirəm, mənə çox dadlı gəlir xrustal stəkanda içilən çay. Hətta incəbelli armudlu stəkanlardan belə əlimi üzmüşəm. Çünki mənə kifayət qədər çay vermirlər. Yəni kifayət qədər çay, yəni armudlu stəkanda içilən çay kimə bəs eləyir? Şəxsən mənə eləmir. Yəni yarımçıq qalır aldığım zövq, başa düşürsüz. Ona görə də mən artıq xrustal stəkan qızıyam. Mən bundan sonra xrustal stəkanda içəcəm. Bütün çayımı, zadımı, tutumu, hər şeyi. Anyways. Deməli, mən Berlində olanda başladığım layihələrdən biri Medium'da yazdığım Azərbaycan dilində jurnalistik media haqqında yazıları ingilis dilinə tərcümə eləmək idi. Onu, yəni düzün demək gəlgəzdə onun sayəsində mən məsələn Medium'da bilmirəm xəbəriniz var ya yoxdur, blog saytıdır və Medium'da Azərbaycan üzərindən maksimum deyim ki, çox tanınmış bir insansızsa, maksimum 300-400 follower'unuz ola bilər. Amma Azərbaycanda artıq tanınmış insansızsa. Yəni xoşgörəm tanınmışlığı demirəm, amma Twitter'dan tanınmış jurnalist, bloger tanınmışlığı deyirəm. Nəysə, və mənim var idi deyəsən 70, 80, 90 belə followerlarım falan var idi. Sonra yavaş-yavaş qalxdı və indi 158 izləyicim var, amma demək olar ki, bunun çoxu artıq xaricilərdir, çünki ingilis dilində yazdığım bloqlara görə. Yəni belə, ona görə də mən istəyirəm biraz bunun üzərində biraz da işləyim, biraz da gedim və ingilis dilində yazılar çoxaldım. Amma bunu eləmək üçün cəmi cümlətən 10 dəqiqəm var. Çünki fransız dili dərsimə girəcəm. Fransız dilində nəyə görə öyrənirəm? Yaxşı sualdır. Mən fransız dilində incəsənət bloqu yazandan bəri marağım. Magistra başlamazdan əvvəl 1-2 aylıq başladım. Sonra magistra qəbul olduğumu, təqaüdlü qəbul olduğumu bildim. Sonra dedim ki, sözü pulumu onda yığım. Ona görə də
fransız dilini dayandırdım. Sonra getdim Danimarkaya, başım qarışdı o yan bu yan. Sonra mən magistr proqramını bitirməyimə az qala biraz freelance işlərlə məşğul olduğum və ümumiyyətlə təhsil proqramının bitdiyi bir dövr oldu. Ona görə də boş bekar qalmaqdansa dedim ki, gedim, yəni fransız dilinə davam edeyim. Fransız dilinə yenə davam elədim. O davam elədiyim müddət ki var, mən Budapeştdə idim, sonra Bakıya gəldim, sonra oradan Almaniyaya köçdüm. O 4-5 aylıq, hətta bəlkə 6 aya qədər olan, 6 ay olar, 5 aya deyək də, 5 ay müddətində mən A1-dən təzədən başladım B1-ə qədər. B1-ə artıq başlamışdıq ki, mən gördüm heç cürə iş, öz kursum, plus reelslər falan çəkməyə başladım. Plusda yəni çox iş görürdüm də, mentim var idi falan. Gördüm ki, mən qətiyyən fransız dilinin tapşırıqlarını edib çatdıra bilmirəm və hər dəfə dərsə girib müəllim tapşırıqları edəməmişəm, üzrlü sayın demək də heç mənə uyğun bir şey deyil. Yəni danlaq yemək, yəni danlaq yemirdim, onsuz müəlliməm çox yaxşı bir müəllimə idi. Burada yazın Sona Həsənova. Düzdür, hazırda onun yanına hazırlaşmıram, amma Sona Həsənova doğrudan çox əla dərs keçən bir müəllimdir. Çox bacarıqlı, çox təcrübəli, çox savadlı. Belə. Və yəni doğrudan da təcrübəli insan olduğu bilinir. Çünki tələbələri danışanda siz nə qədər qırıq fransız dilində danışsanız belə və aksentiniz nə qədər pis olur və danışdığınız şeyin başa düşülən edilməsini çətin eləyirsə belə, o sizi anlayır və səhvlərinizi anındaca düzəldir. Dayandırdım və uzun müddətdir, yəni fransız dili ilə bağlı yalnız Duolingo-nu eləyirəm. 400 neçəncəsə günümdür. Duolingo-da davamlı olaraq, yəni 400 neçəsə günlük mən hər gün Duolingo-da fransız dili eləyirəm. Yanında da Portuqaliya dili də eləyirəm. Braziliyadakı Portuqaliya dili. Niyə eləyirəm bilmirəm. Belə mənim mənasız dillərə ilişməklərim var, amma heç bir yerə gətirmirəm də o dilləri. Təəssüf. Çünki baş yoxdur. Uşaqlar, baş yoxdur. Oraya düşürsünüz, işləmir. İşləyirik, amma dillər mövzusuna o qədər də yaxşı işləmir, düzü. Yaddaşımla bağlı çox böyük problemim var, məncə həm də ona görə. Nəysə, görək necə olacaq. Yəni Bakıya gəlmişəm, amma bu Bakıya gəldiyim müddəti tətil müddəti kimi özümə görmürəm. Düzdür, əvvəllər planım oydu, amma görürəm ki, mən boş bekar qaldıqca çox pis hiss edirəm. Yəni freelance işlərim falan düzdür var, amma yəni çox pis hiss edirəm doğrudan işləməyəndə. Və Bakıda olanda. Bakıda işləməndə çox pis hiss edirəm. Bir aylıq gələndə okey, amma dedim ki, mən biraz 2-3 aylıq, 3-4 aylıq indi nə qədər olacaq. Yəni biraz daha uzun müddətli gəlmişəm deyə bu müddətin heç birisini mən bir saniyəsini belə boşuna xərcləmək istəmirəm. Düzdür, bir saniyəsini boşuna xərcləyirəm əlbəttə ki, günün sonunda, amma hazırda məsəl üçün idmana gedirəm, rəqsə gedirəm, fransız dili öyrənirəm, müxtəlif buradakı yəni icmalar üçün nəsə proyektlər eləyirəm, dostlarla görüşürəm, networkingimi, şəbəkəmi genişləndirməyə çalışıram. Buradakı təlimlərə qoşuluram. Kompüterim mən müslim, süddə qaynadılmış, pişmiş müslim və xrustal səkanımla. Çexiyada mən 1 il yaşadım, amma xrustalların heç vecibə belə olmadı, Çex xrustalı. Amma bəli, evə gələndən sonra bəlkə də ona görə oldu. Xrustal mövzusu biraz daha beynimə oturdu. Çexiyada o qədər gördüm ki, o xrustal mağazalarında və s. Çex xrustalı. Və siz artıq insanlar sən harada yaşayırdın? Çexiyada. Xrustal. Okey. Çexiya ilə bağlı bildiyin 2 dənə mövzunu məndən bölüşdün, çox sağ ol. Və ondan sonra artıq gördüm ki, bu Çexiya birbaşa xrustallarına assosiasiya olunur. Mən də beynimdə yəqin ki, onu kodladım deyə düşünürəm. Nəysə. Bugün Good Hair Day deyil, qətiyyən, əlbəttə ki, dünən amma qəşəng saçımı maraqlı bir şəkildə düzəltmişdim. Nəysə, bugün də belə. Mən bu vlogu nə vaxt bitirəcəm? Bir həftələr davam edir və mən vlogu çəkməyə davam edirəm. Bunu bir həftəyə vloq olmalı düşünmüşdüm, amma gördüyünüz kimi ancaq evdə onda danışıram. Çöldə danışmam, çöldə işləyəcəm. Nəysə, bu həftə, məsəl üçün sabah teatra gedəcəyik. Ondan sonraki günlərdə də Kalbən konserti var. Sonra rəqs dərsim var. Sonra da ki, mənim burada qoşulduğum Open Science Media Lab adlı bir layihənin görüşü var. Bəlkə oradan nəsə çəkib bu vlogu artıq yekunlaşdıraram da, yəni də 4 aydır artıq. Mən 4 həftədir artıq mən bu vlogu çəkirəm. Biraz zəvki anormallıq var burada. Nəysə, görüşərik. İstediğin tavalar koydum.
Canım yâre bir yâre vurup yâre bilinmez. Canım yâre bir yâre vurup yâre bilinmez. Bu yâre vuran yâre bilen yâre bilinmez. Canım bana hoştu ben o yâre yârem. İster bu kömür düştü tek yâre bilinmez.